Bizim yaratdığımız əskəri minadan qoruyan çəkmə, döyüş zamanı əskərin diqqətini döyüşə cəlb etməsi, həm də ayağının altını yoxlaması çox çətin olduğundan biz mina detektorunu ayaqqabının alt hissəsinə yerləşdirmişik. Əskər həm döyüş zamanı ayağını atmamışdan müəyyən məsafədə, 6-8 sm məsafədə ayağının altında olan metal minanı müəyyən eləyir. Əskər addım atarkən addım enerjisini elektrik enerjisinə çevirərək öz batareyalarını yenidən bərpa edir. Burada gördüyünüz sxemləri xüsusi olaraq hesablayıb yerlərinə qaynaqlamışıq. Əsas məqsədimiz də odur ki, hər bir əskərimizin özünə məxsus bir mina detektoru olsun. Üzərində 2 ədəd kondensator var, 8 ədəd müqavimət, 6 ədəd tranzistor, 1 ədəd potansiyometr və açar var. 2 ədəd də batareya var. Bunun içərisinə yerləşdirdiyimiz piezo element vasitəsilə bu ayaqqabı addım enerjisini elektrik enerjisinə çevirir. Və əskər addım atdıqca enerji yüklənir və batareya təzədən dolur. İndi deyək ki, bu piezo elementə bir fəsad törəndi, bir xarab oldu. Bunun içərisində olan 2 ədəd batareya əskərin minalanmış ərazidən və ya döyüş ərazisindən çıxmasına 6-8 saat fürsət tanıyır. Ki, bunun alt hissəsi örtüləcək, bu mina detektoru bunun tam olaraq içində yerləşdiriləcək. Şagirdlərə dəstək olan məktəbin fizika müəllimi deyir ki, ağıllı ayaqqabılar minalanmış ərazidə hərəkət zamanı ayaqqabı torpağa tam təmas etməzdən əvvəl sistem metal mina ehtimalını müəyyən edərək istifadəçiyə səs, vibrasiya və ya işıq siqnalı vasitəsilə xəbərdarlıq edir. Hərbiçilərimizi xəbərdarlıq etməklə minadan qoruyan bir ağıllı ayaqqabı layihə üzərində işlədik və bacardıq, qızıl medal qazandıq. Uşaqlar sadəcə həmin detalların alınmasında və sxemdə kömək elədim. Qalan bütün işləri uşaqlar özləri görüblər. Hazırda çəkmə torpaqla 6-8 sm məsafədə olanda artıq səs siqnalı verir. Yəni burada istəkdən asılı olaraq səs, işıq və ya titrayiş ola bilər. İstəkdən asılıdır. Hal-hazırda biz ona səs siqnalı qoşmuşuq. Gələcəkdə uşaqlar təkmilləşdirə bilsələr, məsafəni biraz artıra bilərlər. Əslində torpaq altında bütün metalları müəyyən eləyir. Qeyd edək ki, layihə Sabahın alimləri 15-ci Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.